Eləcə də asiliklərin aqibətlərindən nemətlərin getməsi, bəlaların gəlməsidir. Allah qorusun. Əli radiyallahu anh buyurur ki, insana başına gələn hər bir günah, bəla onun etdiyi bir günaha görədir və bəla da tövbəsiz aradan qalxmır. Mütləq günahdan sonra bir tövbə eləmək lazımdır. Nasuh tövbə eləmək lazımdır. O günaha qayıtmayacaq bir tövbə eləmək lazımdır. Peşman olaraq tövbə eləmək lazımdır. Dil ilə tövbə etdim yox. Qəlbinlə tövbə etmək lazımdır. Uca Allah Quran-Kərimdə buyurur ki, sizin başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlarınıza görədir və Allah hələ çoxunu keçir sizə. Deməli, insan birinci özünü dəyişməlidir, günahlarını tərk eləməlidir ki, Allah ona göndərdiyi bəlaları, imtihanları, əzabı aradan qaldırsın. İnsanın başına bəlalar gəlirsə, özünü qınasın, öz nəfsini qınasın, özünü hesabata çəksin ki, mən harada günah eləmişəm.